Quran-Kərim ayəsinə baxdığımız zaman görürük ki, Rəbbimiz buyurur ki, səfərdənsənsə oruç tutma. Həmin o səfərdə olduğu müddət. Amma bu o demək deyil ki, 10 gündən, 20 gündən hansısa səfərdə olasıdan orada oruç tutmaya bilər. İslam hökmlərinə bəzən məntiqimizlə yanaşmağa çalışırıq. İslam hökmləri bizim məntiqimizin çox-çox fövqündədir. İslamın qaydaları, Qur'anın qaydaları, Allah Rəsulunun buyurduğu hədislər bütün bəşəriyyəti əhatə edir. Onun üçün də biz deyə bilərik ki, mənim şəraitim təyyarə ilə harasa gedirəm, ya belə deyək, komfortlu maşınla harasa gedirəm, bunu etməyə bilərəm. Bu bir hökmdür. Biz bu hökmü icra etmək məcburiyyətindəyik. Və bizim üçün bəlkə də Allahın bir lütfüdür ki, bəzən belə dediyimiz halda mən özüm belə bu düşüncədə olduğum halda bəzən elə çətinliklərlə qarşılaşmışam, demişim ki, ya Rəbbi, sənin bu hökmünün hikmətini mənə yaşatdığın çətinliklə anladım. Burada demək ki, oruc olmağa ehtiyac yox idi. Bax, bu baxımdan səfərdə olduğumuz zaman təbii ki, şərti vardır. Biz zöhr əzanından qabaq çıxarıqsa, orucumuzu açarıq. Zöhrdən sonra çıxıb mənzil başına çatarıqsa, orada orucumuz bütöv olmuş olar. Getdiyimiz məntəqədən şəhərimizə qayıtdığımız zaman zöhr əzanına qədər çatarıqsa, burada da orucumuz bütöv olar. Və yaxud da harasa niyyətliyəm, mən rayona gedirəm, 11 gün qalacam. Artıq orada 10 günün üzərinə keçirsə, elə getdiyin gündən də olduğun yerdə orucunu tuta bilərsən. Və yaxud çox səfər edən insanlar var. Sürücülərimiz var, tələbələrimiz var, onlar uzaq məsafələrdən gəlirlər, gedirlər. Artıq bunlar oruçlarını bütöv şəkildə tuturlar və yaxud namazlarını bütöv şəkildə qılırlar. Nə üçün? Çünki artıq bunların işləri elə bütövlükdə səfər sayılır ki, rayonlardan gəlir şəhərə, gedirlər, filan edirlər. Bu baxımdan səfərdə olan insanların istisnası var və eyni zamanda yaşlı qocalardır. Artıq həkimlər qəti olaraq onlara qadağa qoyur ki, sizin oruç tutmaq səhhətiniz üçün zərərlidir və yaxud xəstə olan insanlardır. Onlar nə edəcəkdir? Onlar tutmadığı günlərin müqabilində fidyə deyilir. Bir nəfər yoxsulu, bir nəfər oruçlunu, bir nəfər ehtiyac sahibini doyuracaqlar. Yəni 30 günün orucunu tutmursa, 30 günün hesablayıb onların orucunu açması üçün, orucunu tutması üçün iftar edəcək qidanı onlara verməlidirlər. Və yaxud buna gücü çatmırsa, hər hansısa bir formada, yüngül formada bu yükü özlərindən götürməlidir. Sağaldıqları müddətdə isə onların üzərində bir haqqdır, o haqqı mütləq mənada əda etməlidir.